Təbii ki, bilirsiniz, İrana bir növ arxayınlıq verir və bir tərəfdən də dediyimiz kimi İran ətrafına, həm Ərəb körfəzinə, Hörmüz körfəzinə ciddi şəkildə Amerika Birləşmiş Ştatları öz hərbi gəmilərini, təyyarələrini daşıyır. Yəni, bu onu göstərir ki, İrana qarşı hərbi hazırlıq var. O planı Donald Trump təsdiqləyib. Sadəcə olaraq onu əmr vermək lazımdır. Mən düşünürəm ki, əgər İran tərəfi kapitulyasiya, Donald Trump kapitulyasiya istəyir İrandan. İran tərəfdə ideoloji rejimdir. Bunlar məhv olacaqlar. Bunlar Amerika ilə kapitulyasiya sənədini imza atmayacaqlar. Çünki onların, baxın, generalları ölür, açıq ölümə gedirlər, özlərini qorumurlar. İdeoloji sistemdir, onların təməli belə qurulub. Amma ehtiyat sistemləri də pis deyil. Bəli, kifayət qədər ballistik raketləri, puaları İrana... Nəinki raketlər, hətta namizədlər, yəni... ABD, SC planları var. Çünki onlar gözləyirdilər İsrailin, Amerikan hücumu. Ona görə generalitet bir sistem formalaşdırılmış, dediyim kimi ABCD planları vardı. Sadəcə olaraq İranın burada kəşfiyyatı, ettalat, sebat çox ciddi zəif işləyib. Həmçinin Türkiyədə, Səudiyyə Ərəbistanında İrana xəbərdarlıq edib 2 gün bundan əvvəl İsrail hücum eləyəcək. Sanki onlar bir qədər hesab ediblər ki, İsrail əvvəl kimi bir neçə bomba atıb gedəcək. Bunu gözləmirdilər. Həmçinin İranın Sepah, bilirsiniz, orada təhlükəsizliyə ən çox Sepah cavabdehdir və uzun müddətdə İsrail Sepah daxilinə ciddi şəkildə onları əməkdaşlığa cəlb edir. Çünki 2 il bundan əvvəl Sepahın sentqramı yayılmışdır. Yüksək rütbəli vəzifələri ali dini rəhbər Xamneyinin iştirakı ilə orada qeyd edilir ki, Sepah üzvləri az maaş alır, xidmət çətindir, ailələrini həftələrlə görmürlər, bunların maaşını qaldırmaq lazımdır. Yəni, göründüyü kimi Sepahın hərbiçiləri, onların zabitlərinin maaşları az və daha çox onlardan iş tələb edirlər. Nöqsanların olması... Nöqsanlar olub. Bu şəkildə özünü bir üzə verdi. Mossad da ondan istifadə edib Sepahın üzvlərini pul müqabilində ələ alıblar. Həmçinin ehtitalardan, ona görə də İranı daxildən vurdular.